əziyyəti çatdırılmış. Kamil müəllimə söz vermək istəyirəm. Çox hörmətli müəllim. Buyurun Kamil müəllim. Bugün şəxsən mən özümdən danışıram. Mən bugün Xəzərə baxanda, körpüdən keçəndə, özüm də Füzuli rayonunda uzun müddət işləmişəm. Aranızı görəndə, mən təkcə canlı yox, elə Xan Şüşinskili, Seyid Şüşinskili, bizim öndərimizi, bizim xalqın mənəviyyatını özündə, öz timsalda yaşadan qəhrəman övladlarımızı, vətənimizin qeyrətini edirəm. Mən burada bir kəlmə söz oxumaq istəyirəm. Demək, Vaqif Səmədoğlu 1994-cü də mənim çox xoşuma gəldi. 19 noyabr Bağdadda olarkən, Allah Vaqif Səmədoğlu'nu da rəhmət eləsin. Adı Can-Əli, Can Əli, sənin səsin vətən nəfəsi, vətən ruhudur, sənə qurban olum, Vaqif Səmədoğlu. Demək, nə demək istəyirəm? Hər bir xalq özünün ziyalıları da tanır. Ziyalısı olmayan xalq deyil, millət deyil. Bizim ziyalı zümrəmizə daxil olan sonsuz sayda adamlar var. Onlardan biri də Canəli Əkbərovdur. Canəli Əkbərov bizim vətənimizin tarixində, bizim mənəviyyatımızın tarixində xalqımızın mövcud olduğu qədər yaşayacaq şəxsiyyətlərdən biridir. Xalqımızdakı təbii ki, nə qədər dünya var, xalqımız da olacaq, millətimiz də olacaq. İndi hamı bilir də, bizim bayaq məclisi aparan gözəl bir nümunə gətirdi, dedi, neftdən danışdı. Neft bizim xalqımızın maddi tələbatının ödənilməsində əsas faktorlardan biridir. Mənəviyyatımızı tamamlayan, mənəviyyatımızı saflaşdıran, mənəviyyatımızı doğrulaşdıran, mənəviyyatımızı dünənki gündən bugünə, bugündən sabaha aparan şəxsiyyətlərdən biri də mən Canəli kimi xanımları tanıyıram. Allah onun ruhunu şad eləsin. Bir dəfə mən televiziyaya baxanda, o televiziyada danışdı ki, mənim onların, sizin məhəlləniz Şaxsuma məhəlləsində, Gəvlədən Ürləkənarın arasında, deyir, mənim atamın tikdiyi ev hələ də qalır. Mən ona elə bir dəfə yolumu oradan saldım. Mən də biraz özündən demək olmadı. Mən çox yerlərdə olmuşam, həmişə tarixi şəxsiyyətlərin qəbirlərini ziyarət eləmişəm. Bu yaxınlarda, məsələn, mən Qusarda oldum. Qusarda çox adam bilmir ki, Şah İsmail'in babası Şeyx Cüneydi qəbri Qusardadır. Qusar rayonu Həzrə kəndindədir. Onun atası da orada ölür. Bu Həzrə kəndi düz Samurun sahilindədir. Samurla biri Dağıstanlı Rusiya Federasiyasını ayırır. Mən imenli o Şeyx Cüneydi qəbrini ziyarət eləmək üçün oraya getdim. Demək istəyəm ki, mən demək o belə söhbətlərə işləndə bir avazda onları yerində görmək istəyəm. Ona görə yolumu bir dəfə Ürləkənarda o Şaxsuma məhəlləsinə saldım. Siz tanıyın, orada Vaqif adlı bir oğlan var. Mən orada partkum işləyəndə o briqadır işləyirdi. Ondan soruşdum. Sizin evinizi göstərdi, məhəllənizi göstərdi. Bir dənə də xatirə danışmaq istəyəm, Canəli Əkbərovla bağlı. Demək, biz İbrahim müəllimi dinlədik. İbrahim müəllim çox gənc yaşında Azərbaycan tarixində polis rəisi işləyən adamlardan biri olub, Gəncə şəhərinin polisi işləyib 70-ci illərdə. Sonra da Astara rayonu icra başçısı işləyib. Yəni, dövlətimiz ona ödül qiymət verib. Bu Canəli Əkbərov, mən Tərtərdə Həlim Məhkəmənin sədri olanda danışmışam da sizə. Oraya gəlmişdi, gör bu adam öz nəvəsini nə qədər istəyir ki, nəvəsilə görüşmək istəyirdi. Mən də işte onu tanımırdım. Yəni, televiziyada görmüşəm, şəxsən ilk dəfə onunla tanışdığım, ünsiyyətim orada olub. Mən də onu götürdüm, ondan bir də getdim, hər bir şeyə nəvəsi ilə görüşdürdüm, nəvəsinin də icazəsini aldım, apardı evlə. Demək, bu adam xeyli yaşlı olmasına baxmır, nəvəsini görməyə cəhbə zonasına gəlmişdi. Demək, bu adam həm də ailə daxilində qohamcanlı, nəvələrini istəyən, yaxınlarını istəyən, eyni zamanda vətənini istəyən adam olur. Allah onun ruhunu şad eləsin. Allah onun Azərbaycan xalqının işığında daim saxlasın. Azərbaycan xalqının tarixində daima saxlasın. Sağ olun da. Çox hörmətli Kamil müəllim, bizim qonşu kəndlərində qohumdur, gözəl ziyalıdır. Hazırda da Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimidir. Sağ olun. Öpürəm, zəhmət çəkmişsiniz. Çox təşəkkür ederim.
çox axıra kimi Aqil. əyləşəlim. Öpür gedin. Yaxşı, sağ olun. Çox hörmətli tədbir iştirakçıları, bizim Kamil müəllim də bu barədə danışdı. Doğrudan da mən Canəli müəllimi yaxından tanıyırdım, amma ailələrin yaxından tanımırdım. Və bu 40 gün ərzində mən demək olar ki, bütün cümə axşamları bir yerdə olduq. Mən bir şeyə əmin oldum ki, Canəli Əkbərov təkcə bir ailənin deyil, bir nəslin böyük bir şəcərənin ağsaqqalıymış. Yəni, Azərbaycan xalqının sayılıb seçilən ziyalısı olmaqla bərabər bu nəslin böyük bir şəcərənin ağsaqqalıdır. Və mən bu ailədə olarkən onların başda indi bizim hörmətli Tərlan müəllim olmaqla yüksək mədəniyyətə malik olan bir ailəni gördüm. Valla Sabirin özüdür, mən nə vaxt oraya gedirəmsə, Elxan Babayev də orada olur, mesela bizim həkim çox yüksək mədəniyyətə malikdir. Bunların evində artıq səs eşitmədim. Yəni, böyüyə, kişiyə hörmət, izzət. Mən valih oldum bu ailəyə, Allah'ın olsun. Bizim tədbirdə bir cavan oğlan əyləşib, durun, xahiş edirəm. Elmlər Akademiyasında şöbə müdür işləyir, milli mənəvi dəyərlərin ictimai birliyində rəhbəridir və eyni zamanda İslam Universitetinin uzun müddət kafedra müdür işləyir İslam Universitetində. Elvin müəllim Talışınski, xahiş edirəm, ona dinləyək. Eyni zamanda bizim məzunumuz olub, mənim tələbəm olub. Bəli, siz. Buyurun. Bəli. Çox təşəkkür edirəm Tofiq müəllim. Mən də hər birinizi salamlayıram. Özü ürəkdən salamlayıram. İbrahim müəllimi də görməyimə çox şad oldum, çünki uzun müddətdir görüşmürdük. Biz həmişə müəllimlərimizə borcluyuq. Canəli müəllim də 80 illik yubileyində burada iştirak etdik, onda da çıxış elədik, onda da bir şəkil də çəkdirdik, tatirə şəkil. Canəli müəllim haqqında çox sözlər danışmaq olar. Ancaq mən bir söz deyim ki, Canəli müəllim Azərbaycanın tarixinə düşdü. Əsas məsələ oldu. Əgər mənə görə insan həyata gəlirsə, insan öz xalqı üçün, milləti üçün, dövləti üçün, dünya üçün, bəşəriyyət üçün nəsə bir iz qoyub getməlidir. Canəli müəllimə bu müvəffəq oldu. Allah bizlərə də o qismət eləsin. Bəli, Allah bizlərə də qismət eləsin. Allah ailəsinə də uzun ömür, can sağlığı versin. Canəli müəllim bizim fəxrimizdir. Ona görə yox ki, bizim bölgədir. Biz onsuz da bizim bölgə ziyalılar bölgəsidir, aydın məsələdir. Bizim fəxrimizdir və mən Tofiq müəllim icazə versəydiniz, bizim təşkilatın gənc üzvlərinə də bizim təşkilatın gənc üzvləri var. Sərxan zəhmət olmasa qalx ayağa. Sərxan xanəndədir və Canəli müəllimin də Sonuncu tələbəsidir. Tələbələrindən. Buyurun Sərxan. Buyurun, siz və də... Azad sən də qalx zəhmət olmasa, Tarzanımız müşahid eləsin. Və imkan olsa Sərxan da istəyərim bir kəlmə desin, çünki bir tələbəsi olaraq müəllimi haqqında maraqlı olar. İcazə versin. Mən də öz adına, təşkilat adına, Azad qardaşım adına minnətdarlığımızı bildiririk. Böyük ustadlar danışdı Canəli müəllim haqqında. Bizə elə də düşməz danışmaq. Hər şey göz ortalığındadır. Bir ustad kimi tələbə baxdı. Canəli müəllim öz ailəsinə, öz yaxınlarına necə sevgi, qayğı göstəribsə, eynən tələbələrinə də o mehri məhəbbətini bildirib, göstərib. Çox danışmaq istəmirəm. Çox sağ olun, minnətdaram bir balacamız kimi. Mən o da deyim ki, hörmətli böyük xanəndələrimizin qarşısında ilk dəfə də çıxış edir. Bunlar arasını görək. Allah'ın qiymət verəsiniz. Amma gözəl bir şey var. Mən birinci dəfə də gördüm, qabıl xanəndələrdə belə görmüşsünüz. Allah olsun.
geçsin Ağyar ile seyri gülistan eyleyen Haydad bidan. Ger cemiyeti hatırdan olsam na ümür Sem olur mu hubiler Zülfü perişan eyleyen hacamanım Zahidin teniyle dönderdim üzül mehrabden Nece bulmaz acır min kafir Müslüman eyleyen Derdi hicran Derdi hicran natavan etmiş füzul hastane Yokludur yâre devayı derdi hicran eyleyen Bir beyaz gerdanlı mermer sineli Gerdanına
şahanəndələrdən Hüseyin qardaşımız da ifa eləsin. Amma buradan cənubdan gələn bizim şairlərimiz var. İstərdim onlara da söz verim. Qorxmaz bəyə, Qorxmaz müəllim Qadusi kimdir? Buyurun. Sizlər söz, sonra da Şərəfəddin bəyə söz verim. Bizim gözəl sənətkarımızın ailə üzvləri, hamınızı salamlar, tərlam verib sizi və məclisi, deməli, böyük məclisdə iştirak edilməli hamısıdır. Nə deyə bilərəm, böyük sənətkarımız haqqında onun iş yoldaşları, yəni muğam bilicilər, ağsaqqallar dedilər və mən onların bütün fikirləri ilə iki əlli razıyam. Allah canım mənim rəhmət eləsin, o bizim elə obaya. Ölkəmizə böyük bir sərvət idi. Əbədi yaşar bir sərvət öz səsi ilə, sənəti ilə, əqidəsi ilə, tərbiyəsi ilə, əxlaqı ilə elimizin böyük ağsaqqalı idi. Və mənə qismət olub ki, Can Ali müəllimin xeyir duasını almışam. Erşənliklərində, rayona gələndə, yəni həm qohum olmuşuq, həm yaxın olmuşuq, həm də məclislərdə, elə bir deməli, müzakirələrdə tanış olmuşuq. Və mənə belə bir xoşbəxtlik qismət olub ki, Can Ali müəllim mənə də deməli, uğurlar diləyib, mənə xeyir dua verib. Ayın 22-sində Can Ali müəllim rəhmətə getdi. Ayın 23-də mən ona bir şeir həsr eləmişəm və o şeiri burada deyəcəyəm. İndi qalan yoldaşlar hamısını danışır, mən də sözümü bununla bitirəcəyim. Zamanın dizim əydi. Oxu nişana dəydi, ürəyi yuxa idi, sözündə sərt kişilər. Yol saldı, oba tikdi, yol saldı, oba tikdi, ev saldı, ağac əkdi, elin dərdini çəkdi, vermədi dərd kişilər. Səsi gələr illərdən, sözü düşməz dillərdən, ölümə yenilsələr də, sınmadı mərd kişilər, sınmadı mərd kişilər. Allah Şərəfəddin bəy, buyurun. Hamını salamlayıram. İnsan var, eli üçün, obası üçün miras qoyub gedir. Can Ali müəllim əzizlərini görürəm burada. Can Ali müəllim təkcə öz doğmalarına deyil, öz elinə, obasına deyil, bütün Azərbaycana, bütövlükdə Azərbaycan üçün Hacı bayaq qeyd edə çox böyük bir miras qoyub getdi. İstər onun səsi, istər onun şəxsiyyəti. Baxmayaraq ki, bizim ağa ilə yaş fərqimiz çox idi, amma münasibətimiz çox yaxındır. Çox istəyirdim onu. Bugün valla mən həyəcanlanıram, ona görə yox ki, burada məclis böyükdür. Mən ona görə həyəcanlanıram ki, Can Ali müəllimin ruhu buradadır. Mən inanıram ki, o ölməz sənətkar və ömür boyu həmişə bizdən olacaq. Azərbaycan xalqı yaşayınca Can Ali müəllimi yaşayacaq, sənəti yaşayacaq. Buranın çox gözəl tələbələri var. İnanıram ki, o məktəb davam edəcək. Allah onun ruhunu şad eləsin. Bayaq əlim dedi ki, Can Ali müəllim ölməyib, çünki o ölməzliyə qovuşur. Allah onun ölməzliyini qovuşur. Çox sağ olun. Bugünkü məclisdə bizim çox hörmətli Azərbaycan xalqının sənət adamları, əməkdar artistlər. Bilirsiniz, bu artist sözünün mənasını çoxlarınız bəlkə bilirsiniz, yoxsa yox. Bu mənası rəssam deməkdir. Artist söz. Türkiyədə yaxşı bir ad qoyurlar, dövlət sənətçiləri. Bax, burada Eləşə Zakir müəllimdir, Babək müəllimdir, Hüseyin adı. Bunlar dövlət sənətçiləri, sənətçidir. Ali dövlət sənətçiləri olur, xalq artisti, amma əməkdar artisti, yəni mən çox istərdim ki, gələcəkdə bu adlar olsun. Artist sözü biraz rəssama aid var. Rəssamlıq, yəni rəngarənglikdir. Çox istərdim ki, bizim çox hörmətli Sahib müəllim indi çıxış eləsin. Muhtarım müəllim, çox hörmətli Azərbaycanımızın aydınları, sizi salamlayıram və təbii ki, mənim sənətimə, yaşıma, başıma uyğun olmaz sizlərin qarşısında çıxış etmək. Amma onu söyleyeyim ki, 1992-ci ildə bizim Azərbaycanımızın 20-ci əsr, 65-ci ildən bu yana olan muğam ifaçılıq sənətinin sütunlarından biri olan Ustad-ı Əzəm, mənim ustadım, atam qədər əziz olan, doğma olan Can Ali müəllim ilk pedaqoji fəaliyyətdə məhz ilk tələbəsi
mən olmuşam və məndən başqa, bu da Sevinç xanım da əyləşir, ya onlar Babək bəy əyləşir, Babək müəllim, onlar sonra gələn Akademiyadır, Hüseyin bəy də, bəli, onlar. Yəni mən 1992-ci illə danışıram. Rəhmətlik, bizim ilk müəllimimiz Hacıbaba Hüseynov oldu. Ustad Əzəm, Allah məkanını cənnət eləsin inşallah. Hacıbaba müəllimin səhhəti ilə bağlı biraz problemlər yarandı, dərsə gəlmək. Dedilər ki, Canəli Əkbərov müəllim gəlir Asəf Zeynaliyə. Mən də, mənim 22 yaşım vardı onda, gördüm belə buxara papaqda. Canəli müəllim, təbii ki, efirlərdə mən səliqə, səhman, geyim, kezim belə. Bəli, bir bəy kimi gəldi, salamlaşdı, əyləşdi və başladı dərsimizə. O gündən 4 il Asəf Zeynalda, 4 ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mənim ustadım oldu. Və mən təbii ki, müəllim tələbəyi ilə başqa, mən Canəli müəllimin bir evladı kimi olmuşam. Bunu Tərlan müəllim də, Sevinç bacı da, Təlim bacı və bütün Canəli müəllimin mənsub olduğu ailə ocaq bunu təsdiq edə bilər. Bizim aramızda bir ata-oğul münasibəti oldu. Ta dünyasını dəyişən günə qədər mənim ustadım. Bir məzəli bir hadisəni danışım da bugün. 22 yaşım var, dərsim orta mahurdur. Gəldik, oxuduq, hacı. Vilayəti şöbəsinə çatında mən lirik tenoram, Canəli müəllim həm lirik, həm də dramatik bir tenordur. Səs, maşallah 19 sinif, Aranın sinifində dərs keçir. Başladıq oxumağa, mən də biraz forsluyam da, cavan, 22 yaşım var, uşaqlar zad bir hakü eləyirib belə. Başladıq, oxudum, Vilayət şöbəsinə çatında gördüm, boğazım artıq, boğazım qoğuşmağa başladı. Ax, mənim səsimin gücü, aporam, Canəli müəllimin aporasına çatmıraq, mən lirik tenoram. Oxuyuram, o tutduğu pərdəni istəyirəm, mən də səsimi qaldıram. Ha, ben axıda, Vilayət şöbəsində səsim dayandı, baxdı səsim. İnanırsınız, siz məkanı cənnət olsun mənim dədəmin. Hacı, 2 ay kimi səsim, Nagusko, Ruslar deyir, Nagusko, Sivyasva, səs telərimə Nagusko oldu. 2 gücə saldım, 2 ay səsim mənim işləmədi. Belə hallar olsun, Canəli müəllim, mən elə oxumaqlar eşitmişəm ki, sinifdə. Bir dəfə də qoy bunu danışım, rəhmətli babam Mirzə mənə yaxınlaşdı ki, qəşəng olan, sənin müəllimin kimdir? Dedim, mənim müəllimim Canəli. Canəli, böyük muğam ustad. Mən apar onun dərsinə. Bizim də dərsimiz həmin günü şur dərsi idi. Başladı, Canəli mən bizə nəva keçirdi. Dün dolandım yaşına, söylədi pərva, nədir bu? Belə keçirdi, oxuduq. Maya söndü rəhmətlik babam mənim başladı hönkür ağlamağa. Dedə, Canəli dedi, nətər oxudum? Doğrudan da həmin günü bir də oxumağı elədi Canəli mənim. İnanın Allaha, ayağım mənim yerdən üzüldü. Elə oxumaqlar mən eşitmişəm ki, o bəlkə bülbül səsdə o oxumaqları eşitməyibdir. Neysə, bu bir həyatdır, bu bir dünyadır. Təbii ki, böyüyə gələn, bəli, əksin Allah rəhmət eləsin. Mənim dədəmin məkanı təbii ki, cənnətdir. O özündən sonra bizim kimi tələbələr var, onu həmişə yaşadacaq. Tədrisdə də bugün mənə dərsdən gəlirəm. Bugün də tədris etdiyimiz muğamlar təbii ki, mənim ifaçılığımda da, Babək bəyin də, Hüseyin bəyin də ifaçılığında Canəli Əkbərov bir nəfəsi var. Canəli Əkbərov avazı var. Onun tədris etdiyi muğamları da bugün bizdən sonra gələn gənc evlatlarımıza, uşaqlarımıza onları öyrədirik. Məkanı cənnət olsun, ruhu şad olsun. Çox sağ olun. Əvvəla hər vaxtınız xeyir olsun. Əziz tədbir iştirakçıları, hər birinizi xoş gördük. Bu günləri həqiqətən Canəli müəllim artıq bizi 40 gündür tərk edildi. Canəli müəllim haqqında danışmaq mən tələbəsi kimi çox çətinlik çəkirəm ki, yəni Canəli müəllim itirmişim. Ancaq fəxr edirəm ki, Canəli Əkbərov kimi böyük ustadın tələbəsi olmuşam. Canəli müəllimin yaradıcılığına baş vuranda baxırsınız ki, çoxlu sayda dəstgahları var. Çoxlu sayda lent yazıları var. İndi elə xanəndələrimiz var ki, üzdədir, ancaq onun yaradıcılığına baxanda tamam dəstgah bir şey tapa bilmir. Yəni bu insan ömrünü muğama sərf eləmişdir. Mən onu qeyd edə bilərəm ki, opera sənətində Canəli Əkbərov çoxlu sayda xalq artistlərini, əməkdar artistləri opera sənətinə hazırlamışdı. O kişi aktyorluq sənətində bilirdi. Opera sənəti belədir ki, orada hər adam oxuya bilmir. O salonu doldurmağa səs lazımdır. O kişinin mənim dərsləri yadımdadır ki, 2003-cü ildə mən Asaf Zeynal Adra Musiqi Kollecinə daxil olanda Canəli müəllim hərflərdən necə istifadə eləmək lazımdır,
E hərfindən A hərfinə necə keçmək lazımdır? Sahib müəllim bilir, yəni Sahib müəllim bizdən öncə oxuyubdur, ancaq ki, mən 2003-cü ildə Aselsen Aladın Müzik Kollecində oxumuşam və bu dəqiqənin özündə də mən dərs deyirəm orada, milli ocağımızda və orada mən də tələbələrimə öyrədəndə deyirəm, Canəli müəllim bu cürlə deyərdi, başqa müəllimlər bu cürlə deyərdi, bu ifanı bu cürlə oxuyardı. Həqiqətən bu insanın sənəti danılmazdı. Gərək o insan haqqında danışanda gərək ən azından sənin sənətin ondan böyük ola ki, onu daha da çılğıncasına təbliğ edə biləsən, deyə biləsən. Yəni, bizim gücümüz ona çatılmaz. Mən o cürlə çalışqan bir insan, bir sənətkar mən görməmişəm. Həqiqətən də düz Azərbaycanımızın xanəndələri hər biri ayrı-ayrılıqda gözəldir. Mən nə öyrənmişəmsə, ustadımız Canəl Əkbərovdan öyrənmişəm və bizim digər görmədiyim xanəndələr və hal-hazırda indiki xanəndələrdən. Çünki ustadımız belə demişdi ki, yəni ustadlarımızın bir çoxları belə deyir ki, yəni biz başqa müəllimlərdən də öyrənmişik. Seyidin sinifinə gedərdik, oturardıq, Xanəminin sinifinə gedib oturardıq, Nərman müəllimin sinifində oturub öyrənərdik. Bu sənət belə şifahi bir sənətdir. Bizlər də ənənədən kənar olmamaqla, bizlər də başqa müəllimlərdən öyrənmişik və düzdür, müəyyən müddətə kimi, Canəl müəllim də deyərdi ki, müəyyən müddətə kimi tələbə öz müəlliminin yolu ilə getməlidir, sonra öz yolunu axtarıb tapmalıdır. Çünki atalı söz var, izlə gedən izi qalmaz. Və mən də fəxr edirəm ki, böyük ustad, nəhəng sənətkarımız, Azərbaycan muğam sənətinin onurğa sütunlarından biri Canəl Əkbərovun tələbəsiyəm. Bundan fəxr edirəm və qürur duyuram və dövlətimizə təşəkkürümü bildirirəm ki, bu cür təmtəraqla ustadımızı dəfn elətdik. Yeri beşikdə olsun, yaxınlarına, doğmalarına səbir diləyirəm. Allah rəhmət eləsin. Diqqətlə qulaq asın, xahiş edirəm. Allah ustada rəhmət eləsin. Həm də bir doğmamı itirdim. Biz muğama təhlik həm vardır əldə camımı yayız. Biz muğama təhlik həm vardır əldə camımı yayız. Tarısız neysiz kamansız olmuyor aramımız. Siz sual etsəz kim? Ariflər haçan dilşad olur. Hal ilə hal əhlini görcək olur bayramımız. Biz həmişəm əhli şeirin zövqünün qurbanıyıq. Can gərək qurban edək ariflərə biz hamımız. Yoxdur cəbbər kim, yoxdur cəbbər kim, Ələskərdən soruşsun Seyyidim. Zülfü tərk etmiş bizi, xansız, canəlisiz keçir əyyamımız. Gerçi qurban ayrı salmış tarını biz Rabidən, tarını dilləndirən yoxdur bizim bəhramımız. Biz sənin hüsnün görənlərin hacı tək məsələyik. O zamanlar birləşib dünyayar gündüzə axşamımız. Ata başa tacmış, hər dərdə əlacmış. Övlad nə qədər uzalıb qozalıb pir olsa da yenə sənin kimi yaxsaqqala möhtacmış. Sağ ol. Canəli müəllimin sənətinə bu gecəni ərsəyə gətirməklə siz yüksək qiymət verirsiniz.
vermişsiniz. Minnettarlık size. İkinci bir taraftan yine minnettarlık size. Bu geceni ərsəyə gətirməklə siz Azərbaycan xalqının ədəbiyyatına, incə sənətinə, mədəniyyətinə, musiqisinə böyük qiymət verirsiniz. Danılmaz şəxsiyyətsiniz sizlər. Mən üzümü Canali müəllimin qardaşı Tərlan müəllimə tutub deyirəm. Üzümü Canali müəllimin gözəl ziyalı balası Tərana xanım müəllimə tutub deyirəm ki, siz heç vaxt qəmlənməyin. Ağlamaq lazım deyil. Canali müəllim tarixdir. Bizə gözəl tarix qoyub, o cismən aramızda yoxdur. Biz dünyamızı dəyişərik. Gəl etiraf edək. Mən müəlliməm. Mən sizin kimi Agil müəllim, Zakir müəllim, Sahib müəllim, Babək müəllim, Hüseyin müəllim, Sərxan müəllim. Mən muğam sənətkarı deyiləm. Müəllim ki, mən çıxış eləmək istəyirəm. Ancaq Canali müəllim Azərbaycan xalqı, Azərbaycan tarixi nə qədər varsa Canali müəllim yaşayacaq. Canali müəllim el ağsaqqalı idi. Canali müəllimin atası el ağsaqqalı Xanalı kişi muğam incilərini bilən şəxsiyyət idi. Onun dostu Seyid Şümski olub və oğlunu onun yanına göndərir. Gör, gözəl insan burada qeyd elədi. Seyid Şümskinin tələbəsi olub. Xan Şümskinin tələbəsi olub. Mən Canali Əkbərovu fikirləşmədən əgər Xan Şümski, Seyid Şümski öz dövrünün, öz yaşadığı illərinin Azərbaycan muğamının şahı idisə, Canali Əkbərov son 30 ilin Azərbaycan muğamının şahı adlandırıram. Bəli. Babək müəllim, mən şəxsən bir müəllim kimi sizə minnətdaram. Gözəl oğlan, gözəl insan, gözəl şəxsiyyət. Canali müəllim Azərbaycan muğamının onurğa sütunu idi. Onun dəfn mərasimində də siz bunu qeyd elədiniz, indi də qeyd elədiniz. Heç kim məndən içməz, yenə deyirəm. Mən muğam sənətkarı deyirəm, gözəl insan, gözəl ağılmadır. Müəlliməm də, müəlliməm. Kimə müəllimiyəm? Yox, kimə müəllimiyəm? Müəllim kimi demək istəyirəm. Muğamın beşiği deyirlər ki, Qarabağdır. Ulu Tanrı, şəxsiyyət dünyaya gələndə onun simasına fikir verin. Deyir, insan özünü tanımaq üçün hərdən güzgüyə baxmalıdır. Fikir verin, başdan ayağa siması əsl Azərbaycanlı, əsl Azərbaycan vətəndaşı, əsl muğamın incilərini, qəzəlin incilərini bilən şəxsiyyətdir, ədəbiyyatı sevən insandır. Deyirlər bir tərəfdən, o yarımçı qaldı bayaqki fikrim, deyirlər muğamın beşiği Qarabağdır. Heç ki məndən içməz. Qarabağ, Şirvan, öz yerində Canali Əkbərov isə bütün Azərbaycan muğamının şahıdır. Azərbaycan muğamının şahı. Gəldim kimi çıxış edirəm. Ürəyimdən gəlir, ürəyimin telləri, qəlbimin telləri məni məcbur edir ki, mən o sözləri deyəm. İxtisasca həkim olmaq istəyib, kollecdə oxuyub. Fikir verin. Biz xəstəlananda kimə müraciət edirik? Həkimə müraciət edirik. Böyük sənətkar oxuyanda, diqqət ona qulaq asanda, elə bilirsən ki, o qəzəlin vergülünü, nöqtəsini Agil müəllim, siz də elə insanlardan birisiniz. O, daxildə o sözləri müalicə edir, həkim kimi müalicə edir və bizə çatdırır, bıraxır cəmiyyətə. Burada qeyd olundu, operamızın əzəmətli şahıdır. Burada deyilməlidir. Böyük sənətkarlar ona böyük qiymət veriblər. Zeynəb Xanlarova, Məcnun Leyli səhnəsi, Məcnun Leyli rolunu gedəndə səhnə qutarıb, səhnə arxasına keçəndə Zeynəb xanım qayıdıb deyir ki, Canali müəllim, bilirsən də Məcnun Leylini sevirdi. O onu sevməyə də bilərdi də. O bilirsən onu niyə sevir? Məcnun əsl kişi idi. Sən də Canali müəllim, Canali, əsl kişisən,
əsl kişisən. Mən ona görə sənlə Leyli rolunu oynayırım. Sən həm sənətdə, həm insanlıqda, valla saatlarla toyunlar danışma olan öpürəm sizi. Axarıncı olsun bu tədbir, axarıncı. Qeyd elədiniz və üzr istəyirəm. Dövlətimiz də bu sənətkara böyük qiymət verir. O bütün Azərbaycanı sevən idi, burada qeyd olundu. Qarabağın torpaqlarının işğaldan azad olunmasının canlı şahidi oldu. O, gələcəkdə də elə canlı şahid olacaq, yaşayacaq. Qarabağda da yaşayacaq, bütün Azərbaycanda da yaşayacaq. Ulu Öndər Heydər Əliyev, şöhrət ordeni. Cənab Prezident İlham Əliyev, şərəf ordeni. Əməkdar artisti, xalq artisti, dövlət qulluğuna görə medalı. Ümumiyyətlə sənətdən nə varsa, Canali Əkbərov öz əməyin hesabına nail oldu. Dövlətimiz də onu vaxtında qiymətləndirdi. Eşq olsun dövlətimizə də yaşasın daimi Canali Əkbərov və yaşayacaq. Ölməzdir. Bir daha hamınızın qarşısında baş əyirəm. Bugün gəldiniz, bu anım gecəsində yanımızda oldunuz. 40 gündür bu ailəni tək bıraxmırsınız. Və 40 mərasimi elan olundu. Allah qoysa ayın 30-undadır. Saat 11-dən Qadınların Məclisi, 2-dən sonra da axşama qədər Kişilərin Məclisi ev şəraitində davam edəcək. Qəbr ziyarətinə təxminən saat 12 radələrində gediləcək. İndi imkanı olan, çatdıra bilən gələcək. Burada bugün çox gözəl sözlər deyildi, xoş xatirələr yada salındı. Bir daha hamınıza minnətdaram ki, bax, ürək sözlərinizi bildirdiniz, xatirələrinizi bölüşdünüz. Yəni, danışmaq çox çətindir. Çox şeydə danışmaq olar. Çox danışmaq olar. Amma bir neçə məqamı vurğulamaq istəyirəm. Canali müəllim, İbrahim müəllimin böyük ziyalıdır, həddindən artıq əzəmətli bir professordur. Onun yadında olur. Öz ilk sənət tərbiyəsini atası Xanali kişidən alıb, bizim atamız. Ailədə biz 8 qardaş olmuşuz, indi üçümüz salamatdır, mənəm, son 5-i qardım Telman qalxayıqa. Telman bizim gözəl müğənnilərimizdən. Telman gözəl müğənnilərdən, muğam, estrada və hazır ki, Rusiya orada harada toyu oldu, gedib toyları. Pencəyi, kalendarda toyu var, pencəyi bu kəndə uğramış. Əlbəttə bu gülməcədir. Telmandan böyük qardaşımı salmaq, indi o da kənd toylarını yola verir. İkisi o sənətlə məşğuldur. Bağlardan da davalmış. Yəni, atam 25 il Bəhram Mansurovun kiçik qardaşı Nadir Mansurovun və İsmail xan Talışinskinin müşayiəti ilə muğamat və xalq mahnılarını xalqa çatdırır. Canali Əkbərov ilk sənət tərbiyəsini atasından alır. Gözünü açıb Tarva Kamaçov görür. Və heç vaxt da Tarva Kamaçı xəyanət eləməyib. Bir vaxtlar muğam sənətinə diqqət zəif idi. İndi də bəzi var adlı sanlı titullu sənətkarlar qırmızı gitara ilə gedirdilər. Amma Canali Əkbərov bunu eləmədi. Eləmədi, mən az qalaram. Təbii ki, məclisdə düşəndə o başqa, amma bir sənətkar olaraq el muğamını digər bir alətlə, qeyri-milli alətlə müşahidə eləmək özünə sığışdırmırdı. Və hansı məclisdə olursa, dinləyicinin az və ya çox olmağından asılı olmayaraq, o hüquqşünaslar buradadır, maşallah mənim üstünlə məhkəmə sədri işləyib, o bilir, o qiymətdə və çəkidə aldatma bir termini vardı. Xalqın muğamını xalturaya çevirmirdi. Rus demişkən, polnu produksiyonu ortaya qoyurdu. Canali Əkbərov Bakıya gələndə, əlbəttə, o əvvəlcə tibb işçisi idi. Lənkəran tibb texnikumunu o vaxt rəhmətli İsmail xan Talışinskinin tövsiyəsi ilə əvvəlcə oranı bitirmişdi. Lənkəranın Boladi kəndi var, Azərbaycanın ən məşhur böyük kəndlərindən biridir. O kənddə Felçer Mama məntəqəsinin müdiri işləyirdi. Siz Canali Əkbərovun qabal çalmağına baxın, daxili güc, oradadır, ritmdədir. Mən onun şəxsən Bakıdan kəndə gələndə bir qonşu arvad vardı, dişi ağırdı. Yəni onu diş çəkməyi görmüşəm. Yəni o qədər güclü, yapmışdı, qopardı. Biləngi də maşallah, pələng biləngi kimi. Bakıya gələndə Dahir Xan Şuşinskinin eşqi ilə gəlib Bakıya çıxıb. O Xan Şuşinskinin Azərbaycanda muğam sənətini 500 il kölgədə saxlayıb. Xan daha olmayacaq, o 7-ci sıldı. Rəhmətli atamla dostluq edirdi. Canali Əkbərov Bakıya gələndə sənət tərbiyəsini Seyid Şuşinskidən Xan Şuşinskidən aldı.
Xan əminin ailəsinin üzünə çevrildi. Bugün Xan əminin qaynı buradadır, Şahlar Baba dedi. Xan əminin kürəkəri, böyük sənətkarımız Vidadi müəllim buradadır. Canali müəllim evinə girəndə atası Xanali kişinin yanında mütləq başda Xan əminin iri portreti var. Bunu sənət adamı onun evində olana görürlər. Sahib ailəmizin üzvüdür. Bəli, Hüseyin müəllim. Hacı Agi, Canali müəllim ən vəfalı insanlardan biri olubdur. Son nəfəsləri də yanında oldu. Hacı Agi, belə deyək də, Abşeron torpağında çox böyük sənətkarlar olub, şairlər, xanəndələr. Mənim aləmimdə Hacı Baba Hüseynovdan sonra həmin estafet bugün Agildə də özdə yüksək səviyyədə. Hacı Agil Hacı nadir şəxsiyyətdir, nadir sənətkardır. Hacının oğlu Hüseyin qənimət sənətkardır. Hüseyin minnətdarlıq bildirirəm. Maşallah olsun, maşallah. Canali müəllim Asaf Zeynalının Seyid Şunskinin sinifini bitirəndən sonra Xan əminin evinə getmişdir. Hər adımını. O gün bir ziyalı vardı. Mən şəxsən görürdüm ki, Xan əminin qoluna girib Canali müəllim. Ata bala kimi gəlişirlər. Atamızla ki dostdur. Mən Xan Şunskini canlı ilk dəfə 1972-ci ildə, onda 8-ci sinifi bitirmişdim. Canali müəllimin evində görmüşəm. Xan əmi 79-cu ildə dünyasında mən Bakı Dövlət Universitetində 2-ci kursda oxurdum onda. Ailəvi gəlmişdi və bizim əmi kimi baxırdıq. Bağları da Bəyim xanım, Zümrüd, Sağlıq, biz əmi qızı kimi baxırıq. Demək, doğma ailə özləri kimi baxırıq. O ailəyə sədaqətli bugün də nümayiş elətdirir və canımızda nə qədər can var, bu belə də olacaq. Canali Əkbərov, bayaq sahib müəllim gözəl bir, o rus demişkə, Troqatil'in bir tərpədici məqama toxundu. Dedi, Baba Mahmudoğlu gəldi, dedi ki, Canali, böyük sənətkar. Baba Mahmudoğlu deyirdi ki, Canali Əkbərov, Azərbaycan səhnəsinin ən cəngəvar xanəndəsidir. Canali Əkbərov həyatda nəyə nail olubsa, özünün sənəti ilə nail olubdur. Heç vaxt özünü təbliğ elətdirməyib. Gedi mənim baxımda yazı yazdırım. Mənim sözümü orada deyim. Belə şeylər olmuyor. Yaqub Zurufçu deyirdi ki, Canali mənim onurğa sütunu heç vaxt əyilməyib. Canali Əkbərov 70-ci illərdən sonra bütün muğam dəstgahlarını ifa edərək, yəni özünə artıq layiqli yer tutmuşdu Xan əminin xeyir duası ilə, o dövrün böyük Əbülfət Əliyevin, Yaqub Məmmədovun, Mütəllim Mütəllimovun, Mürşid Məmmədovun, Zülfü Adıgözəlovun təbii ki, onların xeyir duası ilə bu mövqeyi qazanandan sonra 1978-ci ildə mən onda Bakı Dövlət Universiteti 1-ci kursunda oxuyurdum, Canali müəllimin evində qalırdım. O vaxt rəhmətli Hacı Xəmmənbəlov Filarmoninin direktor olanda Canali müəllimə 80 kilometrdə 4 otaqlı ev verir. Onun bir otağında mən qaldım. 5 il otaqda olmuşam. Orada qalmaq mənə nə verdi? Dahi Xan Şunskini canlı həyatda görmək, qabağına çay çörək qoymaq. Rəhmətli Əbülfət Əliyev, rəhmətli Yaqub Məmmədov, rəhmətli Sara xanım Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova, digərləri, Dahi Niyazi, rejissor Mehdi Məmmədov, Zeynəb Xanlarova ilə oynardı, onun ayrıcı gəlir. Zeynəb Xanlarova ilə həmin demək, aktyor heyəti bütövlükdə onun evinin qonağı oldu. Orada çörək kəsdilər və o yadda qalan tarixi bir məqam oldu. Ev məclislərində Sahib müəllim düz dedi, elə oxumalar var ki, onlar fonda düşmür. Bəndə axırına gələn şeydir, misilsiz qeyri-adi ifalardır. Bayaq Hacı Agil gözəl bir xatirə bölüşdü. Dedi ki, Binədə toy məclisi vardı, səhər saat 5-ə qədər toy, mən qaldım, 5-dən sonra getdim. Məndə bir kaset var, 82-ci ilin sapisi, iyun ayının 6-sında. Rəhmətli atamı dəvət eləmişlər Lənkəranda. Yəni, Bəhram Mansurov həmin televiziyada çıxıb, burada var, fanatikada, Bəhram müəllimin ailəsi onu yerləşdirib özü deyətdə. O toyda 3 tar var, 3 kəmança var, 5 xanəndə var. Tarın biri Fərman Hüseynov, kəmança Tələb Başkanov. Kimin üçün çalır? Yaqub Məmmədov üçün. Tarın biri Sərvər İbrahimovdur. O dövrdə belə deyədir, hələ bu milli məsələlər düşməmişdir. Barış Gerapyan. Tar kəmança kökləri Çi. Oxuyur Xanali Əkbərov, Canali Əkbərov. Tarın biri Ağasəlim Abdullayevdir. Kəmança Mirnazim Əsədullayev. Oxuyur Hacı Baba Hüseynov. Və digər bu mahnıları oxumaq üçün Zavur Rızayıb. Ensiklopediya deyib onlar. Yəni orada bu məclis davam etdi. Təbii ki, 1978-ci ildə Hindi musiqiçi Menonun təşkilatçılığı ilə ilk dəfə Səmərqənd şəhərində beynəlxalq muğam simpoziumu keçirildi. Simpoziuma qədər Azərbaycan Bəstəkarlar İttifaqında ciddi müzakirələr gedib. Xonçaya qoyulası xanında göndərək ki,
orada bilsinlər ki, Azərbaycan var, onun muğamı var, onun belə monumental ifadəsi var. Göndərilir ora Canəli Əkbərov, heç bir titul olmayan, xalq artisti Bəhram Mansurov, əməkdar artisti Tələb Bakıxanov. Konservatorun rektoru Elmir Abbasovanın, bəstəkar Nəriman Məmmədovun və digər görkəm Sara Qədimovanın olduğu heyət, onda da digər indiki üzrə olan musiqiçilər başqa amplada burada dəvət olunmuşdur. Canəli Əkbərovun çıxışı 25 dəqiqə nəzərdə tutulur. Təkrar səhnəyə qaytarılır, 1 saat ifa edir səhnədə. Səbirqədə Şerdor mədrəsəsində. Ondan sonra Moskvada Muzikalli Jizn jurnalı Qolveralı müəllif yazmışdı ki, simpozium günlərində Canəli Əkbərovun rəhbərlik etdiyi muğam üçlüyü əsl sənət möcüzəsi göstərdi. 1976-cı ildə Almaniyanın Humboldt Universiteti professoru Jürgen Elsner Bakıya gəlir, Bəhram Mansurovun evinə gelirlər, dəvət olunur Canəli Əkbərov. 2 saat rast muğamını oxuyur. Jürgen Elsner aşırın boğazına baxır ki, bəlkə burada bir aparat sat qoyulur. Bundan sonra 1983-cü ildə o simpozium hər 5 ildən bir keçirildi və Canəli müəllim böyük arzusu idi ki, gələcəkdə Azərbaycanda da belə muğam mərkəzi olsun və simpoziumlar burada keçirilsin. İkinci simpoziumda muğam dəstgahlarını Canəli Əkbərov oxuyur orada, mahur indi. O vaxt bizim dünya şöhrətli sənətkarımız Alim Qasımov təzə üzə çıxırdı. Yəni ilk 5-6 il idi belə sənətdə gəlmişdi. Alim Qasımov da özlərinə götürdülər ki, ritmi muğamları Alim müəllim oxuyacaq. O simpoziumun da nəticəsi olaraq Alim müəllim dünya miqyasında tanındı və təbii ki, bu gün də onun ailətləri göz qabağında biz onunla da fərq edirik sənəti ilə, şəxsiyyəti ilə. Canəli Əkbərov həyatda düz bir insan idi, dürüst insan idi. Heç kimin haqqına girməzdi. Canəli Əkbərov elə obaya gəlişi həmişə toya bayrama çevrilərdi. Gözəl ziyalılar onun ziyarətinə gələrdi. Canəli Əkbərov evində Azərbaycan Respublikasının hər bölgəsindən gecə-gündüz adamlar o qapının üzrə pənah verib qapını açırlar. Keçən dəfə dedim, hərdəmli gəlinə deyirəm ki, burada Lənkəranın tükəvilə kəndi deyir, burada Bakıdır, qapını hərdəmli bağlayır. Qapı həmişə açır. Canəli Əkbərov halal kişi idi. Polad Bülbüloğlu Mədəniyyət Naziri olanda Canəli Əkbərov onun qəbulunda olur. Polad müəllim indi adını çəkməyəcəm, deyir, filan kəsə istəyirəm ki, ölümündən sonra heç olmasa əməkdar artist alır, üzr istəyirəm, xalq artist alın derim. Dedi, ona ver, layiq edir. Amma müsəllim ona verin. Müsəllim zaslucu vaxt edir. Müsəllimin heç bir titulu yoxdur. Ona al verir. Yəni onun haqqını deyən adamdır. Xalq artisti Səfa Qəhrəmanov dünyasını dəyişəndə Canəli müəllim televizyonun böyük redaktoru Çingiz Abbasovu digər sənət adamını götürüb buradan Ağcabədinin Minaxorlu kəndinə maşın sürür. Bakıya qayıdanlıqca rəhmətli Rafiq Hacı bu 2-3 aydan qalıb dünyasını dəyişdi. Böyük baş prokurorda işləyirdi, həm də mətbuat işi. Mənə zəng dedi ki, deyir, Tərlan müəllim, sənin qardaşın əsl hacı imiş. Əsl hacı, buradan ora maşın sürür. Dəfn mərasimində kənd cəmaatı yığıncaq çağırır. Səfa müəllimin sənət qarşısında xidmətlərini kənd cəmaatına bildirir. Ki, sıravi şəkildə Bakıya gələn Səfa Qəhrəmanov doğma torpağında qovuşarkən bu cür ad-san şöhrət gətirib torpağına. O bunu Bakıda qazanır. Bakı Musiqi Akademiyası deməkdir. Bayaq Şahlar Baba gözəl bir şey dedi ki, bax, atanın adı Xanəli, mənəvi atanın adı Xanəmi. Rəhmətli Zəlimxan Yaqub sual verir, deyir, aya, Canalı, necə olur ki, ya, sənin halalca atayın adı Xanəli, mənəvi atayın adı Xanəmi. Canəli mən də deyir ki, 2 xanı Allah yaratmışdı, onların arasında bir can lazımdır. Məni də Allah elədi Canəli. 2 xan arasında bir can. Yəni, eyni adlı film var. Maraqlananlar YouTube'a girib baxın, 2 xan arasında bir can. Canəli Əkbərovun sənət yolundan, yəni belə, onu da qeyd edim ki, o öz tələbələrini doğma balaları qədər istəyirdi. Və sədaqətli idi tələbələrə, vicdanlı. Hər şey vicdanlı şəkildə təlqin edirdi, öyrədirdi. Yəni, həyatda kimin ki, zəif ifası var, onlara qarşı barışmaz idi. Heç kimi aldatmırdı ki, sən böyük sənətkar olacaqsan. Sənə 5. Bu yox idi onun xarakterində. Onun xarakterində bu yox idi. Canəli Əkbərov, əlbəttə, hamı üçün işıqlı insan idi. Muğam kafedrasında uzun illər işlədi. Bayaq, Vaqif müəllim Əsədov, mənim Vaqif müəllimin sənətində, şəxsiyyətində çox böyük hörmətim var. Yəni, İsveçin Falun festivalında o, demək,
video kadrlar var. Cənab Əkbərov, yəni orada necə ürəkdən, şövqlə oxuyur. Bunlar mətbuat sahəsində də geniş işğalcılıqdır, vaqmərsi də varsa kadrlarda. Cənab Əkbərovun həyat yolu haqqında çox yazılar yazılıbdır. Əlbəttə, çox kitablar da yazılıb, bundan sonra yazılacaq. Mən bir məqamı da qeyd edeyim. İstər sağlığında, istərsə də dünyasını dəyişəndə onun yanında ən vəfalı insanlar, çox hörmətli burada iştirak edən Sevda xanım Əlibəyli. Sevda xanım, qalxın zəhmət olmasa. Cənab Əkbərovun 80 illik yubiliyində bizim Cənub zonasının mərhum şairi, gözəl lirik təbiətli bir ziyalı, mərhum Şəkər Aslanın təsis etdiyi bu söz jurnalı, indi o jurnal daha etibarlı, Sevda xanım onun belə deyilər, ən qeyrətli bir təəssüfkeşi kimi, qohumu kimi, kişisi kimi, cəfakeşi kimi bu jurnalı Cənab Əkbərovun 80 illiyi münasibəti ilə bu jurnal ərsəyə gəldi və bunun müəllifi Sevda xanımdır. Mən Sevda xanıma özlərin təşəkkürün, minnətdarlığını bildirirəm. Cənab müəllim hələ daha böyük kitablara layiq. Cənab müəllimin sənət yoldaşları arasında qardaş qədər xətri istədiyi Təhmiraz şeirini var. Mən Təhmiraz müəllimi məni tanıyır, böyük hörmətim var, düzdür, Təhmiraz xanımın, Təhmiraz müəllimin qızı, çox hörmətli Sədat xanım, Təhmiraz qızı məclisdə iştirak edir. Cənab müəllim dünyasını dəyişəndə dərhal onun xatirəsində 1 saatlıq veriliş həsr etdiyi YouTube kanalda var. Sədat xanım, sizə minnətdarlığımı bildirir. Təhmiraz müəllimə can sağlığı arzulayıram. Çox sağ olun, zəhmət çəkmişsiniz. Cənab Əkbərov bütün qohum əqrəba üçün ümid yeri oldu. Dost tanış üçün ümid yeri oldu. Kimliyindən asılı olmuyor, kimin nə işi, mən gördüm deyirəm. Öz işini atardı, o adamın qabağına düşərdi və gedib problem. Fərman, çox üzr istəyirəm. Gəldi də o sözü gəlir saxlamayasan. 20 il bundan öncə bizim evdədir o Canəli müəllimin. Bankda mənə pul lazım idi. Mən getdi, qarant durdu. İnanırsınız, mənə bir neçə min manat pul lazım idi. Bəli, üstündə oturun cibindən sonra verərdi. Bəli, 10 veriyib. Bəli, belə sizin o sözünüzə gətirdim onu. Məkanı cənnət olsun. Bax, böyle bir işləri var, tələbələr çox işlər görüyor. İki cümlə yapar. Kimə içmək var o dərsdə? Burada bir şey də deyim. Burada bir şey də deyim. Sevinç xanım. Mən onun tələbəsi olmuşam, Qarabağdan, Zəngilandan qaçqın düşmüşəm. Mənə deyirdi ki, həmişə, Allaha andırsın. Nə vaxt deyir Allah qoysa, inşallah deyir, biz gedəcəyik Zəngilana. Çox şükür ki, torpaqlarımızı alındı, amma həqiqətən gedə bilmədi. Amma onun ruhu qarşısında həmişə baş əyirəm və fəxr eləyirəm ki, mənim Canəli müəllim kimi müəllimim olub. Hətta mənim şagirdlərim mənə baş sağlığı verir, Canəli müəllim rəhmətə gedir. Allah sizə razı olsun. Sumqayıtda şagirdlərim. Bir-iki xərzat insanlar deməklə vaxtında çox almayın. Üzr istəyirəm. Yəni, onu da demək istəyirəm ki, Canəli müəllimin, bugün, belədir, siz onu həmişə görmüşsünüz ki, şax və şuxdur. Bu şəraiti ona onun ailəsi yaradır. Onun xanımı, mən çox təkid etdim, gəlmədi buna. Allah sağlığı versin. Allah rəhmət Onun babaları, nəbələri buradadır. Allah can sağlığı versin. Bugün Cənab müəllimin böyük kürəkəni Nurəddin müəllim, onun sənəti ilə çox böyük zəhmət çəkən Nurəddin müəllim, digər kürəkəni Oğul müəllim. Məhz bugün baş verən hadisələr arasında burada iştirak edəmdir. Nurəddin müəllim kiçik qardaşı rəhmətə gedirdi. Oğursun qardaşı oğlu biraz nasazdır, onunla bağlı. Oğul müəllim də iştirak edə bilmir burada. Amma bağları, nəvələri buradadır. Cənab müəllim böyük oğlu Navik buradadır. Nəvələri və ən yaxın qohumu Sabir buradadır. Yəni kimlərisə unutdumsa da üzrlü hesab edin. Və bir daha çox hörmətli İlxan müəllim, sənin burada doktor. Gözəl ziyalılar, Sabir müəllimi görürəm. Burada Cənab müəllimin sənət təşvik işləri oldu. İlxan müəllim yeri görür ki, Şahbazov xəstədir. Yəni, mən sizin hamınıza bir daha ailə adına təşəkkürümü bildirirəm. Çox gəlmək istəyənlər var, eləsi var ki, fiziki dərəcətlə çatır, bir üzrxarlı, evə zənglər, üzrxarlı edərlər. Hamısına da minnətdarlığımı bildirirəm. Yəni, ən başlısı odur ki, Cənab Əkbərov ən sadiq adamlar var buradadır. Mən bu jurnalistləri niyə qeyd edim? Bir şey deyim. Bir jurnalist vardı, radioda işləyirdi, Cənab müəllim evinə gəlirdi, Cənab müəllim də yoldaşı onun üçün bir yeməklər pişirirdi və mən onu metroya qədər ötürürdüm piyada, 15 dəqiqə. İndi təbii ki, yaxşı oldu, çalxalandıqca, silkələndikcə zaman nehrə kimi yağı yağ üstə çıxır, ayranı ayranlı olur. Heç ona ehtiyac da yox. Amma gözəl ziyalı, dəyərli insanlar burada var. Biz kimisə unutdum, yadından çıxdı, üzrlü hesab edin. Zakir müəllim, minnətdarım sizə gözəl çıxışına görə. Hacı,
Zəhmət çəkib gəldiniz. Buradan şadlıq aparın. Tələbələr də var burada. Digər tələbələri var. Ola bilsin ki, kiminsə adını mən bilmirəm. Əflatun. Yəni üzrlü hesab edin. Vüsal, Əflatun, Məhəmməd. Yəni üzrlü hesab adınızı. Allah Canali müəllimə rəhmət eləsin. Buradan şadlıq aparın. Şadlıqlarda görüşək. İmkanı olan ayın 30-unda Canali müəllimə 40 mərasimi ev şərəfində. Sağ olun. Sağ olun.